Vüqar müəllim, bir sual da belədir, bu aktual məsələdir. Bazardan qurban əti almaq olarmı? Və ya da sualı biraz açıram. Bir qəssab qurban niyyəti ilə, yəni belə deyirlər son vaxtlar, qurban niyyəti ilə heyvan kəsir, qoyun kəsir və həmin qoyun ətini bir neçə şəxsə. Biz bilirik ki, şəriətimiz görüb qoyun qurbanı yalnız bir nəfər üçün kəsə bilər. Bir neçə şəxsə onu kilo satır. Birinə 5 kilo, birinə 3 kilo. Bu caiz olurmu? Yəni İslam dinində bu icazəlidirmi? Çox yerində sualdır. Çox təəssüf olsun ki, belə şeylərlə biz qarşılaşırıq. Bu tamamilə batildir. Yəni qurban ətini kilo satın almaq bazardan. Mən kimsə qurban kəsib bunu kilo satır və ya satması tamamilə batildir. Belə bir ibadət yoxdur. Qurbanı insan yalnız almalıdır. Ya kəsməlidir, ya özü kəsməlidir, ya vəkalət verərək kəsdirməlidir. Və yaxud da ki, kəsən insanlar Allah rizası üçün ona qurban payı göndərərsə onu ala bilər. Amma pul verərək 1 kilo, 2 kilo, 3 kilo kəsilmiş qurban ətindən mənə satın deyərək alıb və bundan qurban savabını ummaq tamamilə batildir.